Dedim, bu baş verənlər var. Bunlar hamısı Azərbaycan xalqını məqsədli şəkildə, o baxmır ki, Talışdır, Ləzgidir, Naxçıvanlıdır, Şəkildir, o baxmır ona. Bunlar məqsədli şəkildə Azərbaycan xalqını bütövlükdə məhvi üçün gəlibdir. Talışın da, Naxçıvanlının da, Ləzginin də başını fərq eləmir. O baxmır, ağa, boza, milliyyətinə, dininə heç vaxt baxmır. And olsun Allaha. Vallahi billahi belədir. Azərbaycanın əməli başçısı bir oyun qarşısına qoyublar. O oyun qarşısında savaşmalıyıq, vuruşmalıyıq və o oyunu kökündən məhv eləməliyik. Fitnədir bu. Fitnəyə qarşı savaşmalıyıq. Çünki bizi məhvə aparlar. Qardaş, bu məqsədli şəkildədir. Bax, sənə qarşı niyə pislik eləsin? İlham Əliyev rejimi haqqımızı oğruyur, nefti, salir, hər şey, düzdürmü? Bəs yaxşı, əlimizdəkini niyə əlimizdən alır? Məqsəd nədir? Bu qədər cərmələr niyə olsun ki? Cərmələr sənin, mənim millətin cibinə girməkdir. Niyə? Sənə verir. Çünki sən bayaq dedim, mən səhər bir dostumuzla danışdım. Evi var idi, işləyib bir balaca biznes qurub. Ne olar ki, insanda ne olar? Azərbaycan evlatları biznes qurmamalıdır. Sən ki, biznes sahibi olmazsa, xırda da olsa. Bir 5 nəfərə çörək verməlisən. Belə olur da, necə olmalıdır ki? Hər yerdə belədir. Yəni, sən artıra bilmirsən, sənin cibinə girirlər ki, sən yüksələ bilmərsən, irəli gedə bilmərsən, irəli geçsən, sən en azından bir siyasiləşərsən, bir oyanarsan, bir vəziyyəti başa düşərsən, sənin başın qarışmalıdır. Ancaq işləyib pul qazanıb, nə bilim, uşağımın gələcəyi, ev tikdirim, onu eləyim, ancaq buna başın qarışır. Sən Azərbaycan xalqının gələcəyini düşünməməlisən sən. Bitdi. Səni bu belə şikəst qoyurlar. Məqsədli şəkildə Azərbaycan xalqının məhvi üçün, soyunun, kökünün kəsilməsi üçün əllərindən gələni eləyir bu rejim. Hamıya aiddir. Nəinki Naxçıvanı, nəinki Cəllabad, hamıya. Ucdan tutma Azərbaycanlı, nə qədər yaşayan varsa, bütün millətlər, bütün dindarlar, bütün nə bilim, ateistlər olsun, hamıya aiddir. Bu rejim elə bir mundar alçaq rejimdir ki, sənin mənim gözümün yaşına baxmır. Bizi məhv eləmək üçün gəlir. Başa düşdü dostlar, qardaşlar. Bu günləri sənin qazilərin öz medalını satır. Özünün boğazına kəndir kestirib, özünü intihar eləyir, ağaçdan navestan asır. Bu bir mesajdır ki, bir cəmiyyəti məhv eləyirlər. Bir cəmiyyətin qazisi əgər hüquqsuz qalıbdırsa, onun hüquqları müdafiə olunmursa, o cəmiyyət işğal olubdur. O cəmiyyət işğala qarşı savaşmalıdır. O cəmiyyət işğaldan xilas olmalıdır, azad olmalıdır. Anlayın, başa düşün. Saməddin bəy, məsələ budur. Bizi işğal eləyiblər, bizi məqsədli şəkildə məhv eləyirlər. Səni də məni, qardaş, mənim 40 yaşım var, evlənməmişəm. Düzdür, mənim kimi cəsarətli, mənim kimi ləyaqətli, öz millətinin sözünü deyən, millətinin sözünü heç bir nəfsə, heç bir marağa dəyişməyən, mənim kimi bir oğlun niyə nəsli kökü artmamalıdır? Gəlib 40 yaşını hələ də evlənməyib. Niyə? Dövlət bunda maraqlı deyilmi? İstəmirmi bu xalqın gələcəyi olsun, bu xalqın Rafael Piriyev kimi cəsarətli oğullarının gələcəyi olsun, artım olsun, nəsli kökü olsun. Yoxdur məsələ, yoxdur. Yoxdur, əziz qardaşım. Məsələ bu deyil, bizim kökümüzü kəsməyə gəlirlər. Vallahi da belədir, billah da belədir.